Aprelin 23-i Azərbaycanla Çin arasında ümumi vətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi ilə bağlı saziş imzalanıb. Bəs görürsən bu saziş Azərbaycana nələr vəd edəcək? Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli News 24 azə danışıb. Çin potensialına görə dünyada ən çox səfər edən ölkələrdən biridir. Bəlkə də birincisidir. Sayı etibarilə birincisidir. Çünki Avropaya, Amerikaya, bir çox ölkələrə ən çox səfər edən turistlər həmişə Çinlilər olub. Və vizasız gediş-gəlişin tətbiqi təbii ki, Çin turistlərinin Azərbaycana səfərlərini xeyli dərəcədə artıracaq. Yəni, kifayət qədər ciddi artım olacaq. Amma bunun infrastrukturu da qurulmalıdır. Yəni, bəlli şəhərlərdən müntəzəm reyslərin açılması, hava reyslərinin açılması, bilet qiymətlərinin əlçatan və cəlbedici olması, otellərin həmin Çinli turistlərə spesifik xidmət göstərmə cəhdləri. Çünki onlara öz tələbatları olur Çinli turistlərin. Onlar daha çox tarixi abidələrin ziyarət etməyi sevirlər. Qrup halında gəzirlər. Onlar fərdi turist deyillər. Qrup şəklində gəlirlər. Bax, bütün bu məsələlərlə bağlı Azərbaycan turizm infrastrukturu da buna hazır olmalıdır. Amma təbii ki, Çinli turistlərin sayının getdikcə artması Azərbaycan iqtisadiyyatına ciddi müsbət təsir göstərə bilər.